Kitabi Dədə Qorqudda o boyda qəhrəmanların içində, igidlərin içində biz niyəsə bu qoca kişiyə bu qədər önəm veririk? Niyə məhz Dədə Qorqudun adını olmalıdır dastan, o qədər güclü igid olan yerdə? Dədə Qorqud özü öz haqqında nə deyir? Ayrana doyuran demədim, mən Dədə Qorqud, tikənə sökən demədim, mən Dədə Qorqud. Ayran içməklə doymaq olmaz, bu bir həqiqətdir. Və nə bildirir Dədə Qorqud? Bildirir ki, mən sizə yalan demədim, hər zaman həqiqəti dedim. Dədə Qorqud mütləq həqiqətin simvoludur və dastandakı bütün igidlərin adını da məhz Dədə Qorqud qoyur. Baxır necə birisidir və buna uyğun olaraq həmən igidə ad verir. Yəni birinin adı Dəli Domrul qoyubsa, bilirsən ki, igid oğlandı, amma biraz dəlidir. Görürsüz, ən yüksəyə qoyduğumuz insan, ən güclü, ən varlı insan olmayıb. Məhz həqiqəti olduğu kimi söyləyən insan olub bizim qəhrəmanımız. Sizcə, niyə biz həqiqətə bu qədər önəm vermişik? Çünki bir cəmiyyətin bünövrəsi reallıq üzərində qurulmalıdır. Bayaq o batan qadın kimi biz həqiqəti ignor eləyə bilmərik. Bir gün mütləq qarşımıza çıxacaq və həqiqətdən küsmüş cəmiyyət əvvəl-axır həqiqət ilə barışmalı olacaq.